Bürclər həftəlik baxım olaraqdan belə ki 10 fevral zamanı və 18 fevral keçidi olaraqdan həftəlik baxım dəngəsidir və hava ünsürləri demək Dolça, əkizlər və tərəzilər sizlərdən yana baxış keçididir. Diqqətli dinləyin. Haqqınızda hayırlısı nədirsə olsun deyək ilkin pillədə. Dolçalar sizdən başlayaq. Dolçalar üçün həftə bağlı, gizli mövzuların gündəm olmasından başlayacaqdır. Bu sizin ikili münasibət hədəfində şübhələndiyiniz və şübhə ilə yanaşdığınız partnyor əlaqələri keçidində dolğunlaşan fikirlərin göz önünə çıxması və ən əsası həssas yanaşdığınız mövzuların birər-birər necə düşündüm, necə hiss etdim, artıq elədir dediyiniz cümlə ilə başlanğıcıdır. Amma dolçalar öz IQ səviyyələrini mütləqləşdirərəkdən həftədə danışıq və dialoqlar keçidində səliqəli bir titul saxlayacaqsınız, səliqəli bir ortam saxlayacaqsınız. Bu isə partnyorun azacıq deyil də bir çox nüanslarda peşmanlığını və utanclıq dəngəsini gətirəcəkdir. Nədən? Çünki hərəkətlənmələri hər nə qədər mən sizdən təbii ki bəhs edirik, səmimi yanaşmalar etsəm də alacağım bu cavab edilən bu hərəkətlənmələr partnyor ikili münasibət hədəfində əlbəttə ki qarşı tərəfi yenə də söyləyirik, öz səhvləri öncəliyində azacıq da olsa biraz utandıracaqdır. Əslində siz bu mövzunu arzulamırsınız. Həftənin keçidində özünüzü, gücünüzü göstərmək adına, hərəkətlənmələr adına mövqe seçmisiniz, amma dolçalar üçün bu ani bir sürpriz, ani bir atak deyil. Söylədiyimiz kimi öncəliklərinizi, hiss etdiklərinizi həftə daxilində yaşayacaqsınız. Yaxşı, nələr dəyişəcək dolçaların həyatında? Verilən qərarlar yenə də zaman dolğunlaşması ilə sizdən asılı olaraqdan ən gözəl şəkildə təkrar münasibətdə etibar və sədaqətin bütövləşməsi ilə başlayacaqdır. Gənc yaşlı dolça xanımları, o cümlədən bəyləri, iş həyatı yenilənmələr adına çox sus-pus qalmısınız, tənbəlləşdiyiniz durumlar var. Atın bu yükləri üzərinizdən, çünki həftənin orta və son zamanında sizə gələn təkliflərlə yenilənirsiniz. İş həyatı olaraqdan, hətta sənət üzərindən təhsillə bağlı yaranan problemlərin aradan çəkilməsi durumları, orta yaş dolça xanım və bəyləri, xüsusən də bəyəfəndilər, sağlıqsal bölgülərinizə diqqət edin. Həftə daxilində keçicidir. Qulaq, burun, boğaz, belə deyim sizə, sistematik olaraqdan sağlıqsal durumlarınızda bəzi ləngimələr yaşaya bilərsiniz. Diqqət edin. Anidən gələn keçidlərdir, amma keçib gedən bir nüansdır. Davam edək, əkizlər sizlərdən yana. Əkizlər üçün bütün fikir mübadilələri hələ ki bağlıdır. Nəyi necə etməliyəm kimi suallarınızı yönləndirirsiniz. Ətrafın sizi düşünmədiyini, hətta belə deyim sizə, diqqət əskikliyi yaşadığınızı düşünürsünüz. Amma əkizlər öz düşüncə tərzi ilə, öz daxili gücləri ilə bütövləşməni və bütövləşmək adına hərəkətlənməni həftənin orta zamanında qığılcımlarını göstərəcək. Dövlət dövlət sənətindən əlaqəli gərgin olan durumların isə deyərdik ki, düzdür, sus-pus gedişatları var, amma dalğalar azacıq da olsa limitlərini artırır. Bu isə əkizlərin əlbəttə ki xeyrinədir. Danışıq mövzuları olaraqdan ailə bağlarındakı o soyuq yanaşmaların zəncirləri qırılacaq həftə daxilində. Bu da ətrafınızı biraz da şoklara gətirəcəkdir. Necə oldu da sus-pus qaldığınız durumlarda artıq belə deyim, münasibətləri tənzimləməyə və səliqəli şəkildə davranışlar keçidinə aktivləşdirəcəksiniz. Həftənin orta zamanında möcüzəli situasiyalara hazır olun əkizlər. Əkizlər üçün ən gözəl nüans danışıq, söhbət və söhbətlə əlaqəli keçidlərin sizin xeyrinizə cavablanacağı durumunu gördüyündə yenə də öz məmnunluğunuzu çıxardacaqsınız göz önünə. Darıxdığınız gedişatlar çoxdur, olduğunuz məkanı, ab-havanızı dəyişməyə doğru cəhdləriniz var, planlamalar üzərində, yeniliklər üzərində aktivləşmələr var, amma bu həftə biraz düzdür, nə qədər düşüncələriniz aktiv olsa da hərəkətlənmələr passiv olacaqdır. Əkizlər, həftənin ən gözəl stimulu ondan ibarətdir ki, atdığınız hər addım, düşündüyünüz hərəkətlənmə həm özünüzün qayğılarınız adına, həm də ətrafın qayğılarının bütövləşməsi adına yenilikləri gətirir. Bundan faydalanın deyəcəyin ən gözəl şəkildə. Gənc, orta yaş əkizlər, xanım, bəyləri, ikili münasibət hədəflərində qığılcımların tərsləşməsi ola bilər ki, bu da münasibətdə sadəcə darıxdırıcı nüans yaradacaqdır. Köklü şəkildə heç bir nüans dəyişmir. Əlbəttə ki, ən gözəl takdiri ilahi. Davam edək, maddi balanslarınızda həftənin orta zamanında qığılcımlarını aktivləşdirəcək. Bunu da demədən keçməyək əkizlər.
Və tərəzilər, sizin üçün yenə sevgi həftəsidir, potensialların və güclərin bütövləşmə həftəsidir, ailə bağlarında qüvvətli hərəkətlənmələrin həftəsidir, alacağınız hədiyyələrlə sevinəcəyiniz durumların həftəsidir. Və ən əsası, zaten 14 fevral zamanlaması, belə deyim, bu bayram əhval-ruhiyyəsi tərəzilərdə öz öncəliyini nədən gətirir? Zaten planetiniz Venera, sevgi, gözəllik planeti və bu zərrələri hiss edəcəksiniz. Ətrafınızı hədiyyə ilə sevindirmək, ətrafın sizin hədiyyə ilə sevindirməsi durumları, bu çox gözəl bir enerji. Uzaq yol hədəfiniz var, iş həyatı, yenilənmələr, dəyişim və dönüşüm olaraqdan qərarlar alacaqsınız. Həftənin ilk pilləsi və daha doğrusu sonlarına doğru bu pillələrin öz öncəliyi var. Ən əsası ikili münasibət hədəfində səliqəli bir ortam yaradacaqsınız və hiss, duyğusallıq, emosionallıq pik dərəcədə olduğu zaman əkizlər mən olduğum yerdəyəm deyəcəksiniz. Əlbəttə ki, sevgi sahəsi olaraqdan, o cümlədən ailə məişət sahəsi olaraqdan bütövləşəcəyiniz bir zaman keçidi, maddi balanslar öz aktivliyini həftənin son keçidlərində göstərəcəkdir və yaşlı, orta yaşlı, hətta deyək, xanım tərəzilər, ailə gedişatlarında küskün və narazı olduğunuz mövqeləri seçərəkdən uzaqlaşmaq kimi çaba göstərirsiniz. Olduğunuz mühitdən birazcıq səbr edin, danışıq və fikir açılıqları ilə özünüzü tənzimləyəcəksiniz və təbii ki, burada bəyəfəndi tərəzlərdən bəhs edəsi olsaq sizin üçün hava xoşdur. Çünki yeniliklə, şansla və o cümlədən maddi balansların aktivliyi ilə öncəlikdəsiniz. Fikrinizdə sizi narahat edən mövzuların hər birisi, belə deyim, yalınlıqdan çıxacaqdır. Ən gözəl şəkildə cavablanacaq durumlar və mövzular göz önündə uğurlar.